Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takib edib videolar bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual 9-10-cu siniflərə OTK sınaq imtahanında salınıb. Səhv variantı seç deyir burada. Gəlin baxaq A variantına. A variantında 6 üstü 3-ün üstü 8, 6 üstü 24 edər. Bəli, bu düzdür. 3-ü 8-ə vuraraq 24. Sonra baxaq B variantına. B variantında 4 dənə 2 üstü 5 var. Saysaq əgər. Bunu biz bu formada da yaza bilərik. 4 vur 2 üstü 5. 4'ün də yerinə 2 üstü 2 yazarsınız. Vur 2 üstü 5. Sonra üstləri toplayaraq 2 üstü 7 alındı. Bəli, bu da düzgün cavabdır. C variantına baxıram. 4 üstü 6. 2 dənə 4 üstü 6 var. 2 vur 4 üstü 6 kimi yaza bilərik. Sonra 4'ün yerinə 2 üstü 2 üstü 6 yazarıq. Burada da 2 üstü 1 vur 2 üstü 12. Sonra vuranda üstlər toplanlar 2 üstü 13 olar. Bəli, bu da düzdür. D variantına baxıram. 8 üstü 5. 8'i belə yazıram. 2 üstü 3'ün üstü 5. Vur 2 üstü 11. Bərabər 4 üstü 13 yazıblar. Aha. Gəlin hələ bir bunu sadələşdirək. 3'ü 5'e vuracağım 15. 2 üstü 15. Vur 2 üstü 11. Ve ardınca üstlər toplanılacaq 2 üstü 26 qalmalıdır. Burada da nə yazıblar? 4 üstü 13'e bərabər ediblər. 4'ün də yerinə 2 üstü 2'nin üstü 13 yazsam, bəli. 2'ni 13'e vuracağım 26. Bu da düzdür. Belə çıxır ki, səhv variant Y variantıymış. Gəlin baxaq görə Y variantında səhv olan nədir? 3 üstü 10 2 dənədir. Ona görə 3 üstü 10'u 2'yə vurmalıyam. 3 üstü 11'e bərabər etməliyəm. Əlbəttə ki, səhvdir bu. Yəni doğru bir yazılış deyil.